Salam Namidə, hər vaxtınız xeyir. Bəli, Bakıda hazırda Azərbaycan din xadimlərinin ikinci forumu öz fəaliyyətinə başlayıb və forumun əsas məqsədi ölkəmizdə suverenlik və konstitusiya ili çərçivəsində dövlət və din münasibətlərinin konstitusional prinsiplərinin möhkəmləndirilməsidir və tədbirdə hazırda müvafiq dövlət qurumları, din xadimləri, ilahiyyatçılar, Azərbaycan din üzrə təhsil sahəsinin müəllimləri, eləcə də Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan din sahəsində səlahiyyətli şəxslər də iştirak edirlər və tədbirin keçirilməsində əsas məqsəd multikultural dəyərlər sistemi, dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri, rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları, qlobal təhsillər fonunda gənclərin maarifləndirilməsidir. Eyni şəkildə qadınların sosial və mənəvi inkişafında dini icmanın rolu da tədbirin əsas mövzularından biridir. Tədbir çərçivəsində müxtəlif mövzularda panel müzakirələr təşkil olunacaq və eyni şəkildə panel müzakirələrinin mövzularından biri də qlobal təhsillər fonunda gənclərin maarifləndirilməsidir və bildirirəm ki, forum çərçivəsində Qərbi Azərbaycan xəritələr, eksponatlar, abidələr deportasiya mövzusuna həsr olunan foto sərgi də nümayiş etdiriləcək və xatırlatmaq istəyirəm ki, Azərbaycan din xadimlərinin ikinci forumunun iştirakçıları dünən Müqəddəs Mürdaşyan Zənənlər Kafedral kilsəsini ziyarət ediblər. Həmin kilsədə qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfessiyaların mədəniyyətə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib. Daha sonra din xadimləri, dağ yahudiləri sinagoguna da baş çəkiblər. Bildirilib ki, yahudilər Azərbaycanda uzun illərdir sülh və tolerantlıq şəraitində yaşayırlar və ölkədə birgə yaşayış üçün bütün şərait mövcuddur. Və Namidə bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanda konstitusiya və suverenlik ili çərçivəsində Azərbaycan din xadimlərinin ikinci forumu keçirilir. Məndən bu qədər Namidə, söz sizdədir.